1 yaşındakı qızımla ilk uzun uçuşumuz necə keçdi və körpələrin uçuş zamanı hansı haqları var? Gəlin bir yerdə baxaq. Əsas məsələlərdən biri uşaq arabasıdır. Uşaq arabası yükə, bagaja daxil deyil. Arabanın təyyarənin minik qapısına kimi gətirə bilirsiniz və oradakı nəzarətçilərə təhvil verirsiniz. Düşən zamanı isə eyni ilə verdiyiniz yerdən təhvil alırsınız. Normalda yoxlanışdan su keçirməyə icazə verilməsə də, amma körpənin ehtiyacı qədər suyu təyyarəyə aparmağa icazə verirlər. 0-2 yaş aralığında uşaqlar üçün biletlərə, bəzi aviaşirkətlərə ödəniş heç edilmir. Bəzilərində bu qayda 20%, bəzilərində isə 50%dir. Eniş və qalxış zamanı uşağı öz kəmərinizə bağlamaq üçün sizə əlavə uşaq üçün kəmər verirlər. Bu aləmzərin ilk uzun uçuşu olmasına baxmayaraq demək olar ki, çox rahat keçdi. Uçuş yuxu saatına düşdüyü üçün 4 saatın 2 saatını yatdı. Sizə də məsləhətim, çalışın uçuşları uşağınızın yuxu saatına uyğun uyğunlaşdırasınız. Digər bir məsələ isə çalışın əlinizin altında uşaq üçün atışdırmalıq nəsə olsun. Məsələn, mən peçenye, banan, presi və hazır yemək saxlamışdım. Və uşağın heç görmədiyi oyuncaqlar, eyni zamanda marağını çəkəcəyi oyuncaqları çantanıza qoyun. Və əsas məsələlərdən biri eniş və qalxış zamanı təzyiqdən uşağın qulaqları tutula bilər. Bu zaman uşaq əmzi yeyirsə əmzi, yaxud anasörlə eyni zamanda smes verib bu prosesi asanlaşdıra bilərsiniz. Və ən son olaraq onu qeyd edim ki, uşağın təmizliyini etməyə təyyarələrdəki vizidə hər bir şərait var.